Salam əziz dostlar, Avropada yaşayan və özünü bloger adlandıran Hacı Ələmdar Bünyatov ilə prezidentin köməkçisi Hikmət Hacıyev və Xarici İşlər Naziri Ceyhun Bayramovun dialoqu yayımlanıb və hazırda sosial mediada ən çox paylaşılan videodur. Mən az sonra sizə həmin müsahibədən görüntüləri təqdim edəcəyəm. Amma Hacı Ələmdarla bağlı kiçik bir araşdırma apardım və məlum oldu ki, bu adamın təkcə 2015-ci ildə Azərishiqa 5394 manat işıq pulu borcu olub və o dövrə qədər ümumiyyətlə bilirsiniz ki, Nərdiranda vəziyyət tam başqa idi və bu şəxs belə deyək də bu haldan sui-istifadə edərək dövlətə heç işıq pulu borcunu da verməyib və əlbəttə ki, o çox geniş torpaq ərazisi, hektarlarla torpaq ərazisi olduğunu iddia edir. Amma mən belə deyim də uşaqlığım da Nərdiranda keçdiyi üçün deyə bilərəm ki, orada sahibsiz torpaqlar çox idi və orada yaşayan istənilən bir insan deyə bilərdi ki, bu torpaq mənimdir və bu mənim dədə-baba torpağımdır, bura heç kim girə bilməz. Belə bir orada mövcud durum vardı və görünən odur ki, Hacı Ələmdar da öz maraqlarından sui-istifadə edərək bax belə kiminsə torpağı olan həmin əraziləri öz ərazisi kimi göstərib və Avropada siyasi sığınacaq alıb. Maraqlıdır ki, bax bu qədər İran təəssübkeşlik çəkən bir insan nəyə görə sığınacağı elə özünə vətən bildiyi İranda deyil, Avropanın beşiği olan Almaniyada alıb. Bax, bu çox maraqlı bir məqamdır. Yəqin ki, Ələmdar bunu hamıdan yaxşı bilir və eyni zamanda o bildirir ki, hələ də Nərdiranda polis postları qalıb. Mən düşünürəm ki, dövlətini, dövlətçiliyinə bağlı olan bir şəxs, dövlətini sevən bir şəxs nəyə görə polis postlarından narahat olmalıdır. Yəni ki, hansısa tutaq ki, dalanda, hansısa küçədə polis postu varsa, bu əslində elə təhlükəsizliyimiz üçün atılan bir addımdır ki, görünən odur ki, bu Ələmdarı çox narahat eləyir. Və bütövlükdə isə həmin o dialoqu mən sizə az sonra təqdim edəcəm. Özünüz görəcəksiniz ki, bu adamlar klaviatura qarşısında şirə dönürlər, amma real həyatda olanda ümumiyyətlə rabitəsiz cümlələr, rabitəsiz nitqlər, əlaqəsi olmayan mövzularla bağlı danışırlar və istəyirəm ki, həmin görüntüləri özünüz də izləyib bunu qiymət verəsiniz. Nərdiranda, üzr istəyirəm, cənab nazir, bugün Nərdiranda mənim qapımda, bax bugün mənim qapımda, bugün post var. Niyə? Niyə də? Yox da, Nərdiranın hadisələri 10 il, cənab nazir, 10 il bundan qabaq Nərdiranın hadisələri olub, 10 ildə keçib üstündən. Hələ Nərdiranda bugünkü günə qədər postlar qaldı. Milli təhlükəsizliyini, Azərbaycan Respublikasının suverenliyini təhdid edən hər bir hala qarşı ölkəmizdə hüquq mühafizə orqanları tərəfindən zəruri tədbirlər görülür. Özünüz Almaniyada hansı statusda yaşayırsınız? Mən siyasi. Siyasi hansı? Bəli. Azərbaycana nəyə görə getmisiniz? Bax, indi mən sizə deyim. Deyin, gəlin dinləyək bir-birimizi. Əhsən. Mən Nərdiran hadisələrini, bəli, Nərdiran hadisələrini... Nərdiran məsələlərində hansı ölkənin xarici müdaxiləsi var idi? İndi diyəcək İranın. Ha? Yox, mən hansı ölkənin adını siz diyəcək. Yox, siz diyəcək İranın da, bəli. Bax, bir də əzizim, mən siz... Azərbaycan Respublikasının suverenliyə müdaxilə edən kənar müdaxilələr var idi. Bu məsələni bilirsiniz yoxsa yox? Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi hər şeydən dəyərlidir. Xarici ölkələrin mənafelərinə xidmət edən qüvvələr var. Xahiş edirəm, arxamdan keçin yəni. Xahiş edirəm. Narahat olmuyorsunuz. Siz işinizdə olun yoldaşlar. Xahiş edirəm. Müzakirə edirik. Bizim vaxtımız yoxdur. Sizin çox mükəmməl. Yox, bax, üzr istəyirəm. Azərbaycan vətəndaşı olaraq, Azərbaycan vətəndaşı siz dinləmirsiniz. Mən müstəqil jurnalistəm. Müstəqil jurnalistsiniz? Bəli, müstəqil blogeram. Yox, jurnalistlə bloger arasında fərq var. Terminologiyanda gəlin düzgün istifadə edək. Məsələn, sosial şəbəkələrə çıxırsınız, Azərbaycan cəmiyyətini yan atmağa çalışırsınız. Siz kimi burada bir neçələrdən var. Yox, bax görürsünüz, siz məni şər atıyorsunuz da. Siz deyirsiniz, sizin kimi. Yox, bu şər, üzr istəyirəm, bu şərdir. Səfir qardaş, bir dəqiqə olsun. Yox, siz görürsünüz, insan haqlarını pozursunuz, insan hüquqlarını. Siz söz azadlığının qarşısını alırsınız. Yox. Cənab nazirlə biz görüşü bilmirik, söhbət eləyə bilmirik, gəlmişik. Nazirlə söhbət edirik. Bəli də, mən də nazirlə söhbət eləyirəm. Yox, təhrif eləmə. Xeyr, yanlış eləmə. Deyində faktlara əsaslanmaq lazımdır, düzgün demək lazımdır. Xeyr, ya burada yanlış sad yoxdur. Biz bugünkü gündə Azərbaycan ictimaiyyətini çaşdırmağa cəhd etmək lazımdır. Bəs Ramiz Mehdiyevlə bağlı nə deyə bilərsiniz? Nə dəxli var? Necə Ramiz Mehdiyev Əli Şəriflə bağlı şərli müzakirə elədi? Ramiz Mehdiyev